Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir buroğlu naxışın toxunmasını istəyirəm göstərim. Bunun da toxunması çox asandır. Bunu nəyə istəsəz toxuya bilərsiniz. Jilet, ceket, papaq. Nəyə istəsəz. Mən də buranın ətək hissəsini bu formada toxumuşam. Bir tərs, bir düz. İlməkləri də 3 buradan 9 yığırıq ilməkləri. Mən indi sizə burada bir naxışı göstərəcəm belə. Buradan bu tərəfi. 4, bu da 6, 10, 13, 14 ilmek yığacağım ilmin üstüne. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 ilmek yığıram milmə. Buradan da bir düğün atıram. Bu artıqsa bu da buradan kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyam. Bir sıra düz üzdən, bir sıra da tərs üzdən. Birinci ilməni toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri tərs toxuyuram. Kim istəsə rezinka toxuya bilər. Nə formada istəsə. Sonra rezinkadan sonra başlayırsan naxışı. İndi tərs üzdən də bir sıra tərs toxuyuram. İndi düz üzdən kənarları 9 ilmek olur da cəmi. Kənarı götürdüm. 1, 2, 3 tərs toxuyuram. 2 düz. Sonra bu bir ilməyin içindən 3 ilmek çıxardıram. Birini artırıram, birini çıxardıram. Yanındakindən də bir çıxardım, birini artırdım, birini də çıxardım. Yenə 2 düz bunun yanında. Bu kənarda da yenə 3 tərs. Bir də kənar ilmək. İndi tərs üzdən kənarı götürürəm. 3 düz. Burada
düz, o birisi üzdən düz olan ilməklər bu üzdən tərsdir. 2 düz tərs toxudum bu üzdən. Düz üzdə həmin ilməklər düzdür. Sonra bu artırdığım ilməklər var 3. Bu üçünü də toxumadan götürürəm belə. Yanındakini də ikisini də belə. Yenə burada 2 tərs, yenə 3 düz. 2, 3 düz. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən kənarı yenə götürürəm, toxumuram. Bu 2 tərsi, 3 tərsi toxuyuram. 2, 3 tərs. Burada bu artırdığım ilməklər vardı. Bu bir dənədən 3 dənə çıxarmışdım. Bunu götürürəm elə. Bu qabaqdakı 2 tərs düz ilməyi keçirdirəm arxaya. Sonra bu 3 ilməyi bir ilməkdən 3 ilmək eləmişdik. İndi bu 3 ilməyi üçündən 1 ilmək eləyirik. Əvvəlki sayına gətirirəm ilməkləri. Bu yanındakiləri sonra 2 düzü toxuyuram. Burada da bu arxa tərəfdəki 2 düzü götürürəm, arxadan götürürəm. Bu 3 dənəni birdən 3 çıxartmışdıq. Bunu götürürəm bu tərəfə. Sonra bu 2 ilməni, düz ilməkləri toxuyuram. Düz. Bu 3 ilməyi də yenə üçündən 1 ilmək çıxardıram. Belə. Yanındakı 3 tərsi də yenə tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. Belə. İndi arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Bu düzləri də, tərsləri də hamısını tərs toxuyuram. Bu formada belə bir naxış alınır. İndi bir sıra toxuyacağım. Bir dəfə bitmiş hesab oldu da naxış bir dəfə qurtardı. İndi ikinci dəfə bir dəfə də toxuyuram. Naxış özün göstərsin ona görə. Bu 3 tərsi yenə toxuyuram kənardakı 3 tərs. 2, 3. 2 düz, 1, 2 düz. Bu ortadakı 2 ilməkləri yenə bir ilməkdən 3 ilmək çıxardıram. Yanındakindən da ikisini yan yana. Sonra 2 düz yenə. Sonra 3 tərs. 1, 2, 3 tərs. Kənarı da yenə tərs toxuyuram. Bu formada. İndi arxa tərəfdən bunları yenə tərs toxudum. 2 düzü də bu yüzden tərs toxudum. Bu 3 ilməni yenə götürürəm elə, toxumuram. İkisini də belə. Qalan ilməkləri yenə tərs toxuyuram. Kənarı da tərs toxudum. Kənar ilməyi kim istəyir düz toxusun, kim istəyir tərs toxusun. Kimin ürəyi necə istəyir. Kənarı yenə götürdüm. 3 tərsi toxuyuram.
2, 3 tərsi toxudum. Bu ilməklərin yenə yerini dəyişirəm. Buradakı 1-dən 3 eləmişdim. Onu götürürəm. Bu qabaqdakı 2 düz ilməni keçirdirəm arxaya. Bu 3 ilməni keçirdim qabağa. Üçündən 1 ilmək çıxardıram. 1-dən 3 eləmişdim. Bu yanındakı 2 düzü yenə düz toxuyuram. Bunu da elə. Bu 2 ilməni sola tərəf çevirirəm. Yəni arxadakı 2 ilməni götürdüm arxa tərəfdən. Bu qabaqdakı bu 3 ilməni belə çevirirəm bu tərəfə. Bunları düz toxuyuram yenə 2 ilməni. Bu 3 ilməni yenə 3 ilməkdən 1 ilmək çıxardıram. Yanındakilər də yenə tərs. Kənarı da yenə tərs toxudum. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Belə, bu formada belə bir buruq alınır. Belə. Bunu artıranda 9-9 artırırıq ilməkləri. Bu formada. Sağ olun, gələn videomda görüşənə qədər.